həyat təcrübəsində təbii ki, yaşım böyükdür, təcrübəm böyükdür. Məsləhət verirəm. Kim götürməz. Dünyada ən böyük insan üçün xoşbəxtlik iki şeydir. Üçdür də, bu birinci sağlamlıq, bunu hamı bilir. Bunun yerdə qalan ikisi, biri paxıl olmamaqdır. Paxıllıq insanı məhv edir. Onu məhv edir, onu bitirir. İkinci, insanın sadəliyidir. Dünyada bu üçünlə məşğul olan tək adamam. Dünyada. İkinci bir həkim, ikinci bir insan tapa bilməzsən ki. Tələbələriniz varmı? O mənim səhvimdir, həm də elə səhvim deyil, həyat səhvimdir. Çox məsuliyyətli bir işdir. Bir aradan bir adam ölə bilər. Çox məsuliyyətli bir işdir. Mən həmişə deyirəm, ay Allah, mənə paxıladan rast gətirmir və rast gətirmir. Bu mənim xoşbəxtliyim. Biz artıq neçə illər peşəmizlə, peşəkarlığımızla isbat eləmişik, bu gün adamlar başa düşürlər ki, zəli qoyduran adam 6 ay infarkt olmur, insult olmur, tromb olmur, həyat yaşayır. Müğəllilər niyə gəlirlər? Yorğunluq da onların işi çox ağırdır. Yorulurlar. Qan qatılaşır bugün insanlarımıza çox. Gəlir, zəlisini qoydur, gedir. Daha yaxşı, qan dövranı yaxşılaşır, səs yaxşılaşır. Və eyni zamanda ağrı da onun kimi. Ağrıçılar xərçəng olmurlar. Həyat, yəni ağrı qədər dəyərli və düşərli Allahın insana verdiyi birinci ağrıdır və ağrı zəhəridir. Seyfəddin doktorla əlaqə saxlamaq istəyənlərsə 050-635-04-22 və yaxud 055-250-10-80 və yaxud da 70 ilə olunarsa 070-236-11-11 nömrələrinə əlaqə saxlaya bilərsiniz. Əlbəttə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, gəldiniz, sizə minnətdarım.